Hindistanla Çin arasında neçə münaqişə olmuşdur? Ümumiyyətlə, dünyada olan qaynar nöqtələrdən biri də Hindistan-Çin arasında olan müəyyən ərazilər üstündə sərhəd narazılıqlarıdır və bu konfliktlərlə nəticələnmişdir. Birinci konflikt 1962-ci ilin sentyabr-oktyabr aylarında oldu. Belə ki, Tibeti məğlub edən Çin orduları Hindistan istiqamətində Arunachal Pradesh və Aksay Çin ərazilərinə hücum etdilər və 38 min kvadrat kilometr ərazini işğal etdilər. Uzun döyüşlərdən sonra Hindistanlılar hücumun qabağını dayandırdılar və atəşkəs imzalandı. İkinci döyüş 1967-ci ildə oldu. Həmin döyüş Sikkim vadisinin Natula deyilən sərhəd məntəqəsi üstündə oldu. Hər iki tərəfdən çoxlu texnika bura cəlb edilmişdi və 400 nəfərə yaxın adam həlak oldu və tərəflər geri çəkildilər. Üçüncü toqquşma 1986-cı ildə oldu. Belə ki, bu zamankı dövrdə Hindistan Arunachal Pradesh ərazisinin özünün 24-cü ştatı elan etdi. Dekabrda Çin buna protest elan elədi və sərhəd məntəqələrində müəyyən toqquşmalarla müşahidə olmaqla manevrlər getdi. 1988-ci ildə deməli atəşkəs imzalandı. Dördüncü toqquşma 2017-ci ilin iyununda oldu. Belə ki, Çin öz başına Butana məxsus olan Doklam ərazisində şosa yolu çəkməyə başladı. Butan Çinə bir neçə dəfə etiraz elədi. Nəticə alamayanda Hindistana kömək üçün müraciət elədi və Hindistan 400 nəfər əsgərlə həmin yolu dağıtdı. Və ən nəhayət axırıncı 5-ci toqquşma 2020-ci ilin iyununda baş verdi. Bu dəfə Şərqi Ladakh ərazisi üzərində hər iki tərəf arasında toqquşmalar oldu və 40-a yaxın adam həlak oldu.